Ay Zahir Bey. Gel. 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 Geldim sanırım. Yunan oradaydı. Allah. Gözde yakın doğrusu tarafı biraz. Altı kabaktan koysa. Buradan tek geç kabaktan. Bir boşuna diyorsun. Hacer, bunlar koyandan sonra bunlardan aşağıda bırakın. Yürü bir kadın, yine görürsün ki. Sağlı ya. Aziz hanımlar, hörmətli bəylər, möhtəşəm gənclik, bugün bir xalqın mətanətinin, iradəsinin, özgürlük və azadlıq savaşının iki imperiya qalib gəldiyi bir gündür. Möhtəşəm bir gündür. Və təbii ki, bu belə günlərdə xalq hər zaman öz simvollarının ətrafına yığışır. Bizim Milli Azadlıq Hərəkatının simvol olan, lider olan Əbülfəz Elçibəyin ətrafına yığışmışıq bugün. 10 illərlə bugünü yetişdirən, hazırlayan, gətirən, özü Azərbaycanın bir gün azad olacağına, bütöv olacağına inanan, ətrafındakı hər kəsi inandıran və bu inamı təşkilatlandıran nəhət bir şəxsin ətrafına yığışmışıq. O adamın ki, Azərbaycanın azadlığını, istiqlalını da, bütövlüyünü də təkcə cəmiyyətimizdə deyil, dünyanın ictimai siyasi gündəminə daxmışdır. Ona görə bu törənə yığışmışıq. Kələki cəmiyyəti adından, eyni zamanda ailə adından çox hörmətli Mirad müəllimə vermək istedim. Buyurun Mirad müəllim.
Aziz Elçibəy severler. Hamımızı bu güzel günde hoş bulduk. Bu gün doğrudan da bir gurur verici bir gündür. Bugün Dünya Azərbaycanlıların həmrəylik günüdür. Səadət Hərəkatı günüdür. Səadət Hərəkatı bildiğiniz kimi 89 yıl 31 dekabrda hayata geçirilmiştir. Bunun ideya verəni Əbülfəz Elçibəy olmuştur. Və Səadət Hərəkatının həyata keçirilməsi tapşırığını da Elçibəy tapşırığı vermiştir. Son dövrlər söz-söhbətlər gedir belə. Bu söz-söhbətlərə mən mənfi yanaşıram. Hamımız dərk eləməliyik, bilməliyik ki, bu Səadət Hərəkatı Elçibəyin adı ilə bağlıdır. Xalqımızın köməyi ilə, xalqımızın, millətimizin köməyi ilə bu hərəkat həyata keçirildi. Mən bu hərəkatdan sonra 31 dekabr Dünya Azərbaycan Həmrəylik Günü kimi təsis olundu. Bunu da Elçibəy öz cəbhə yoldaşları ilə danışıb bu günü Dünya Azərbaycanlıların Həmrəylik Günü kimi qeyd eləməyi tapşırmışdır. Mən bu gün münasibəti ilə burada olanları, olmayanları, Elçibəy severləri, bütün xalqımızı, dünya Azərbaycanlılarını təbrik edirəm. Elçibəy haqqında saatlarla danışmaq olar, ancaq buna ehtiyac yoxdur. Elçibəy həmişə deyərdi ki, hər şeydən öncə mən sadə bir türkəm. Mən Atatürk'ün əsgəriyəm. Allah ona qani-qani rəhmət eləsin, ruhu şad olsun. Bütün ömrünü demək olar ki, Azərbaycanın azadlığı, müstəqilliyi, dövlətçiliyi, demokratiya uğrunda mübarizəyə həsr etmişdir bir insan. Vallahi duyğulanıram. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Yaşasın Azərbaycan ordusu. Çünki Azərbaycan ordusu bizə qələbə sevincini yaşatdı. İşğal olunmuş torpaqlarımızın hər bir qarşını düşməndən azad etdi. Yaşasın Azərbaycan ordusu. Yaşasın bütöv Azərbaycan. Yaşasın Turan. Eşq olsun hamımızı öpürəm, bağrıma basıram. Bayramımız bir daha mübarək olsun. Elçibəyin bugün yadigarları da vardır. 2 övladı, 4 nəvəsi vardır. Allah onları da qorusun. Sağ olun, var olun. Öpürəm hamınızı. Eşq olsun. Səadət hərəkatının təşkilatçıları və liderlərindən tədbirimizə qatılanlar var, iştirak edənlər var. Fərəz bəy Quliyevə söz vermək istəyirəm, Səadət hərəkatının təşkilatçılarından və liderlərindən birinə. Buyurun Fərəz bəy. Değerli tədbir iştirakçıları, bugün ulu öndəriniz, mürşidimiz Elçibəyin məzarı üzərində sizin bayramınızı təbrik eləməkdən ziyadəsilə məmnunam. Əbülfəz Elçibəy dünya siyasətçiləri arasında nadir, bəlkə də yeganə şəxsdir ki, kölə və işğal halında olan bir xalqın gələcəyi üçün strategiya müəyyənləşdirmişdi, ideyalar qoymuşdu və o hədəflərə doğru gedən maneələri müəyyənləşdirmişdi. Onları aşma yollarını nəzəriyyə cəhətdən hazırlamışdı. Onu aşacaq təşkilatı formalaşdırmışdı və o təşkilatla birinci hədəfinə nail olmuşdu. Yəni Azərbaycanın müstəqilliyə qovuşduğu. Bu qurucu lider 3 aşamalı bir iş gördü və özünün nəzəriyyələrində birinci mərhələdə Quzey Azərbaycanın müstəqilliyi məsələsini ortaya qoydu. İkinci mərhələdə gördüyü iş bütöv Azərbaycan ideyasını cəmiyyətə aşıladı, qəbul etdirdi və Turan sevdalısı Qızıl Almaya doğru yolun stratejiyasını verdi. Ona görə nadir şəxsiyyətdir ki, həm ideyanı vermək, həm onu həyata keçirmək üçün təşkilat qurmaq, bu təşkilatın qələbəsini təmin eləmək və sonra da qurulmuş dövlətə ilk rəhbər olmaq heç kəsə müəssər olmuyor. İkinci mərhələ bütöv Azərbaycan məsələsidir. Bütöv Azərbaycan məsələsinə gedən yolda
sərhəd hərəkatı təməl prinsiplərdən birisidir və o yolun başlanğıcıdır. İdeya müəllifi olan Əbülfəz Elçi bəy o məsələdə də tək lider idi ki, o təşkilatda biz iştirakçılar, sərhəd hərəkatında iştirakçılar, təşkilatçılar deyək, bütün bu dostlar, burada olan və olmayanlar yalnız onun xeyir-duasını ala bilirdi. Onun həyini ala bilirdi. Digərləri kifayət qədər ciddi şəkildə bu məsələdə ya yayılır, ya da mane olurdular. İndi bir çoxları ağız dolusu bu məsələlərdən danışırlar. Əbülfəz Elçi bəyin qoyduğu ideyaların həyata keçməsində bəzi adamlar illər əvvəl ağız büzürdülər. Sərhəd hərəkatı Azərbaycanı bölən imperiyaların iradəsini ayaq altına atanda hər kəs təəccüblənirdi. Çünki iki böyük imperiyanın iradəsi ayaq altına atılmışdı. Və o gündən etibarən bütöv Azərbaycan ideyası Güney Azərbaycanda çox ciddi şəkildə irəli getməyə başladı. Əbülfəz Elçi bəyin bütöv Azərbaycan fikirlərini səsləndirəndə ona utopik yanaşanlar artıq Güneydə baş verənlər. Elə Quzey Azərbaycanın özündə Güney Azərbaycanla bağlı artıq hətta dövlət səviyyəsində bəzi məqamlarda fikirlər deyiləndə təəccüblənməyə başladılar. Əbülfəz Elçi bəy Turan yolundan danışanda ağız büzənlər bu günlər Türk Dövlətlər Təşkilatının mövcudluğuna bir baxsınlar. Əbülfəz Elçi bəyin qoyduğu ideyalar yaşardı, pragmatikdir. Bəzən özünü hətta Elçi bəyə yaxın olan adamlar belə pragmatik adlandırıb Elçi bəy ideyalarına mane olanda, onun fikirlərinə utopik kimi baxıb fərqli təşkilatlar yaratmağa başlayanda, ona dəstək verməyəndə indi anlamalıdırlar ki, Əbülfəz Elçi bəy o adamları, o liderləri, o irəlidə çıxmaq istəyənləri əllərində saxlamışdı. O gedəndən sonra əllərindən düşən bu adamlar yenə də o ideyaların əbədi olduğunun fərqində olmalıdırlar və Elçi bəyin kölgəsində onun əskərlərinin, sizlərin qolları üzərində bir şeylərin nail olduqlarının fərqində olmalıdırlar. Elçi bəyin gücü xalqındaydı. Elçi bəy bir söz deyirdi. Mən Moskva və Tehran uşaqlarla bir masada oturmaram deyirdi. Elçi bəy xalqı ilə bir yerdə oturub, xalqı ilə bir yerdə işlər görürdü. Və haqqında kifayət qədər ciddi danışmaq mümkündür, amma mən bir məsələ toxunmaq istəyirəm qısaca olaraq ki, Əbülfəz Elçi bəy bütöv Azərbaycan ideyasını ortaya qoyanda da bəzi savadsızlar deyirlər ki, bu utopik ideyadır. Amma 1975-ci il konvensiyasına əsasən işğala məruz olan xalqlar onu işğal edən dövlətlərin təhdidlərini daşımırlar. Əbülfəz Elçi bəyin ortaya qoyduğu ideya tamamilə beynəlxalq konvensiyalara uyğun bir şeydir. Milli iradə öz yerində. Və imperiyalardan birisi artıq yox idi. Sovet imperiyası dağılmışdı və Quzey Azərbaycan müstəqilliyinə nail olmuşdu. Quzey Azərbaycanın müstəqilliyini onu işğal edən iki dövlət də İran da Rusiyada tanımışdı. Belə halda Türkmənçay müqaviləsi avtomatik olaraq qüvvədən düşürdü. Hələ mən demirəm ki, 20-ci ildə Leninlə deməli İran arasındakı o illərdə müqavilədə əvvəlki müqavilələrin qüvvədən düşməsi haqqında da bir razılaşma var idi. Yəni Əbülfəz Elçi bəy elmi cəhətdən məsələlərə yanaşırdı. Sadəcə olaraq onun içərisinə millətin iradəsini qatırdı. Əbülfəz Elçi bəy üçün ideologiya milli iradə və milli arzu idi. Allah Elçi bəyə rəhmət eləsin. Mən də sizin hamınıza təşəkkür edirəm ki, Elçi bəy işğalında bu günləri yığışdıq və o tarixi günü yaradanlar bir yerdə o günü bir xatırladıq. Və Milli Azadlıq Hərəkatının öncüllərindən biri. Siyavuş bəy, buyurun zəhmət olmasın. Bugün bu kadar adam burada yığışmağına çok sevinirəm. Bəhram bəyin bu işte böyük zəhməti var. Allah haqqını halal eləsin. Bizim elədəcəyimiz bir şey yoktu. O əmr elədi, biz də söktük. Hayırlı olsun. Sosial şəbəkələrdə kifayət qədər nüfuzlu bir vətəndaşımızı Rahat bəyə dəvət eləmək istəyirəm bura. Rahat bəy, buyurun zəhmət olmasın. Təşəkkürlər Bəhram bəy. Əvvəlcə hamınızı dünya Azərbaycanlıların həmrəyliyi günü və qarşıdan gələn yeni il münasibətilə təbrik edirəm. 31 dekabr günü yolbayımız Əbülfəz Elçi bəyin rəhbərliyi altında Azərbaycan tarixinə qızıl hərflərlə yazılmışdı. 31 dekabr tarixi təkcə dünya Azərbaycanlıların həmrəyliyi günü deyildi. O həm də düşmən üzərində bir zəfər günü idi. İki qardaş arasında tikanlı məftillərin söküldüyü günü. 31 dekabr tarixi bütöv və böyük Azərbaycan uğrunda mübarizənin başlanğıcı idi. 1989-cu il bu tarixdə Milli Azadlıq Hərəkatının geniş vüsət aldığı o dövrdə 31 dekabr sərhəd hərəkatı 22,4 milyon kvadrat kilometrlik
bir tərəfində günəş çıxıb, digərində günəş batan nəhəng Sovet imperiyasına zərbə günü idi. Və onlar bizə buna 20 yanvarla cavab vermək istədilər, amma o 20 yanvar tarixinin özü də milli azadlıq hərəkatının daha da güclənməsinə səbəb oldu. İmperiyanın rəhbəri, yaradıcısı Lenin deyərdi ki, qığılcımdan alov doğar. Əslində, bəli, milli azadlıq hərəkatında bu sərhəd hərəkatı elə o qığılcım idi. Və o alova çevrildi, bizə bugünkü müstəqil Azərbaycanın yolunu açdı. Bəlkə də bizlər görə bilməyəcək, amma bizim övladlarımız mütləq görəcək. Yolbayımız Əbülfəz Elçibəy deyirdi ki, bütöv Azərbaycana gedən yol bəziləri üçün uzaq görünə bilər, amma əslində o yol çox yaxındır. Mən böyük bəyimizin ruhu qarşısında baş əyirəm, tədbirin təşkilatçılarına, xüsusən də Bəhrəm bəyə təşəkkür edirəm. Bayramımız mübarək olsun. Sağ olun. Bir daha hamısı bayram münasibətilə təbrik edirəm. Gəldiyimizə görə hər birimizə ayrı-ayrı təşəkkür edirəm. Sağ olun, var olun.